Çox təcili olaraq Leningrad layihəli qanuni 2 otaqlı mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsində, Osmanlı hamamın yaxınlığında 9 mərtəbəli Leningrad layihəli binanın 6-cı mərtəbəsində ümumi sahəsi 60 kvadrat olan qanuni 2 otaqlı təmirli bir mənzildir. Təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Binanın lifti işlək vəziyyətdədir. Qazı, suyu, işığı daimidir. Yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər həm Əsəd Əhmədov, həm Dadaş Bünyadzadə küçəsindən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Sənədi kupçadır, ipotekaya yararlıdır. Qiyməti çox ucuz qiymətə təqdim olunur. Sonadək videomuzu izləyin, sonda qiyməti deyəcəyəm. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsində, Osmanlı hamamın yaxınlığında 9 mərtəbəli Leningrad layihəli binanın 6-cı mərtəbəsində ümumi sahəsi 60 kvadrat olan qanuni 2 otaqlı təmirli bir mənzildir. Sənədi kupçadır, ipotekaya yararlıdır. Əvvəldə də bildirdiyim kimi binanın qazı, suyu, işığı daimidir. Lifti işlək vəziyyətdədir. Yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Bu mənzilin qiyməti 145 min manatdır. Real alıcı olarsa aşağı yeri də var. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Çox təcili olaraq Yeni Yasamalda Kiyev layihəli 2 otaqlı mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Dadaş Bünyadzadə küçəsində, 9 mərtəbəli Kiyev layihəli binanın 5-ci mərtəbəsində ümumi sahəsi 60 kvadrat olan qanuni 2 otaqlı təmiri zəif olan bir mənzildir. Təcili olaraq satışa çıxarılıbdır. Sənədi kupçadır, ipotekaya yararlıdır. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağı demək olar ki, binanın qarşısında yerləşir və bununla bərabər binanın yerləşdiyi ərazi Şərifzadə küçəsinə çox yaxın bir ərazidə yerləşir. Tibb kollecinə də yaxındır. İnşaatçılar metrosuna və 20 yanvar metrosuna piyada 10 dəqiqəlik məsafədədir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda. Mən heç də bura Yeni Yasamal deməzdim. Yerləşir Günəş Petroldan yox, Azpetroldan təxminən 100-150 metr aşağı düşəndə 1-ci svetoforun yaxınlığında 9 mərtəbəli Kiyev layihəli binanın 5-ci mərtəbəsində ümumi sayısı 60 kvadrat olan qanuni 2 otaqlı təmiri zəif olan bir mənzildir. Qiyməti sonda deyəcəyim, izləmədə qalın. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir və bununla bərabər Şərifzadə küçəsinə 150-200 metrlik məsafədədir və
Tibb kollecinin yaxınlığındadır. Bununla bərabər 20 yanvar və İnşaatçılar metrosuna piyada maksimum 10 dəqiqəlik məsafədə yerləşir. Dəyərli izləyicilər, bu mənzilin qiyməti 133 min manatdır. Real alıcı olarsa aşağı yeri də var. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14-35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Çox münasib qiymətə təcili olaraq Yasamal rayonunda Yeni Yasamal qəsəbəsində Leningrad layihəli 2 otaqlı, ideal təmirli bir mənzil təcili olaraq satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Yeni Yasamal qəsəbəsində həm Məhəmməd Xiyabani, həm də Əsəd Əhmədov küçəsinin sonuna düşən bir binadır. 9 mərtəbəli Leningrad layihəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 60 kvadrat olan tam təmirli, təmirdən sonra yaşayış olmayan bir mənzildir. Təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Binanın lifti işlək vəziyyətdədir. Qazı, suyu, işığı daimidir. Yaxınlığında məktəb, bağça və bütün yaşayış obyektləri fəaliyyət göstərir və həmçinin binanın təxminən 150-200 metrlik məsafəsində park da mövcuddur və bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində həm Əsəd Əhmədov, həm də Məhəmməd Xiyabani küçəsinin mərkəzində yerləşən 9 mərtəbəli Leningrad layihəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 60 kvadrat olan, sənədi kubçu olan, tam təmirli olan, təmirdən sonra yaşayış olmayan, isitmə sistemi kombi olan bir mənzildir. Yaxınlığında da məktəb, bağça və bütün yaşayış obyektləri fəaliyyət göstərir və təxminən 150-200 metrlik məsafəsində park və parkın qarşısında da bir neçə avtobus xəttinin dayanacağı mövcuddur. Dəyərli izləyicilər, bu mənzilin qiyməti 149 min manatdır. Real alıcı olarsa aşağı yeri də var. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14-35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Çox təcili olaraq Yasamal rayonunda 2 saylı tibb kollecinə yaxın 3 otaqlı mənzil uzun müddətli kirayə verilir. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Yeni Yasamal qəsəbəsində. Mən heç də bura Yeni Yasamal deməzdim, çünki həm Şərifzadə, həm də 2 saylı tibb kolleci ilə arasında təxminən 200-300 metr məsafədə yerləşir və bununla bərabər binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər həm Məhəmməd Xiyabani, həm Dadaş Bünyəsadə küçəsindən keçən bütün avtobus xəttlərinin dayanacağına da çox yaxın bir binada yerləşir. Ümumi sahəsi 130 kvadratdır, 3 otaqlı studiya tipli bir mənzildir, tam əşyalı olaraq kirayə verilir, ailə olmaq şərti ilə uzun müddətli. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz, biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində həm Məhəmməd Xiyabani, həm də Dadaş Bünyəsadə küçəsinin kəsişməsində yerləşən yeni inşa olunmuş hündür mərtəbəli binanın 8-ci mərtəbəsində ümumi sahəsi 130 kvadrat olan
3 otaq studiya tipli və tam əşyalı bir mənzildir. Ailə olmaq şərti ilə uzun müddətli kirayə verilir. Əvvəldə də bildirdiyim kimi binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağına və həmçinin inşaatçılar və 20 yanvar metrosuna piyada 10 dəqiqəlik məsafədə yerləşir. Dəyərli izləyicilər, bu mənzilin aylıq kirayə haqqı 700 manatdır. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.